Niyə ən yaxşı məsləhətləri verən insanların öz həyatları həmişə darmadağındır? Ətrafında hamının dərdini dinləyən, hər kəsə kömək edən, amma daxilindəki qaranlıqda səssizcə boğulan o insan, bəlkə də elə sənsən. Psixoanalitik Carl Jung'un fəlsəfəsində bunun çox ağır bir adı var, yaralı xilaskar. Sən başqalarına kömək edərkən əslində o qədər də fədakar deyilsən. Beynin öz həll edə bilmədiyin travmalardan və daxili xaosundan qaçmaq üçün başqalarının problemlərini bir xilas etmə qapısı kimi istifadə edir. Öz qanayan yaranı sarmaq əvəzinə sən davamlı olaraq başqalarını xilas etməyə çalışırsan. Lakin unudulan acı bir reallıq var. Öz daxili fırtınasında boğulan bir xilaskar heç kimi xilas edə bilməz. Sadəcə başqalarını da o xaosun içinə sürükləyər. Bəs səni kim xilas edəcək? Daha çox belə psixoloji və fəlsəfi təhlillər üçün səhifəni izləməyi və bu videonu yadda saxlamağı unutmayın.